Bloka hazırlaşan şagirdlər diqqət edin, imtahana çox az zaman qalıbdı. Bloka düşmə potensialı olan suallardan biri ilə qarşınızdayım. Birinci sualı mən izah edirəm. İkinci sual nümunəsini isə həll edib cavabını rəylərdə qeyd edirsiniz. Çəkisi nəzərə alınmayan ipin gərilmə qüvvəsi 0,8 Newton, gərilmə qüvvəsini verib 0,8 Newton, ipin gərilmə qüvvəsi T. Amper qüvvəsi F amper bərabərdir 0,5 Newton. Bir cins maqnit sahəsində yerləşən naqilin kütləsini bizdən istəyir. Naqilin, baxın bu müəyyən uzunluqlu naqilin kütləsini istəyir. Deməli, bu naqilin kütləsi varsa, aşağıya doğru ağırlıq qüvvəsi var. Yuxarıya doğru ipin gərilmə qüvvəsi var. Biz burada nəyi tapmalıyıq? Amper qüvvəsinin istiqamətini. Bizə B-ni vuraq şəklində veribsə, demək ki, B xətləri bizdən şəkil müstəvisinə doğru perpendikulyar axır. Düzdürmü? Amper qüvvəsinin istiqamətinin tapılma qaydasını gəlin xatırlayaq. İlk öncə nə edirik? Sol əlimizi, təbii ki, qayda sol əl qaydasıdır, sol əl. Sol əlimizi maqnit sahəsində elə yerləşdiririk ki, B xətləri sol əlin ovucuna perpendikulyar daxil olsun. Perpendikulyar. Daha sonra uzadılmış 4 barmaq, yəni açılmış 4 barmaq bizə verəcək cəryan istiqamətini. 90 dərəcə açılmış baş barmaq isə bizə verəcək amper qüvvəsinin istiqamətini. Gəlin bu dediyimiz qaydanı tətbiq edək. Sol əlimizi maqnit sahəsində elə yerləşdirməliyik ki, B xətləri sol əlin ovucuna gələcək şəkildə olsun. Bu zaman deməli, sol əlimizi yerləşdirdik. Vuraq olduğu üçün əlin içini özünüz görəcək şəkildə tutursunuz. Sol əlinizin içini tutursunuz. 4 barmağı yönəltdik. Naqildən axan cəryan istiqamətində şəkildə fikir verin. Cəryan istiqaməti sola doğrudur. 90 dərəcə açılmış baş barmaq amper qüvvəsinin istiqamətini bizə verir. Deməli, tapdıq ki, amper qüvvəsinin istiqaməti də aşağıya doğrudur. İndi bizdə qüvvələrə baxırıq. Hansı qüvvələrimiz var? Yuxarıya doğru gərilmə qüvvəmiz var. Bu naqilə təsir edən aşağı ağırlıq qüvvəm və amper qüvvəm var. Və tənlik yazıram buna əsasən. Gərilmə qüvvəsi bərabərdir mc üstə gələk amper qüvvəsi. Biz buradan nə istəyirdik? Kütləni. Ona görə mc-ni tapıram. T minus F amper. mc bərabərdir. Gərilmə qüvvəmi verib 0,8. Amper qüvvəmi verib 0,5. Çıxdım, qaldı 0,3. Kütləni tapıram buradan 0,3 bölək J ona 0,3 kiloqram. Niyə kiloqram? Çünki məsələdə verilən kəmiyyətlər əsas vahidlərdən verildiyi üçün mən də kütləni əsas vahiddən aldım. Və cavab qramla istənildiyi üçün nə edirəm? 1 kiloqramdan qrama çevirirəm, vururam 1000-ə. Eləyir 30 qram. Deməli, təyin etdik. Cavabımız oldu C variantı 30 qram. Əgər burada məsələ naqilin uzunluğu, naqildən axan cəryan şiddətinin qiyməti verilərsə, amper qüvvəsini IBL şəklində təyin edərdiniz. IBL sinus alfa niyə yazmıram? Çünki sinus alfa perpendikulyar olduqda naqil induksiya xətlərinə, perpendikulyar olduqda sinus alfa 90 dərəcə olduğu üçün 1-ə gedir. Ona görə amper qüvvəsi maksimal göstəriş olur IBL şəklində. İkinci test nümunəsində isə B xətləri nöqtə şəkildə verib. Bu zaman sol əlinizi, yenə sol əl qaydasını dediyim qaydada tətbiq edirsiniz, amma B xətləri nöqtə şəklində verildiyi üçün sol əlinizin üstünü özünüz görəcək şəkildə tutursunuz. İkinci test nümunəsini həll edib cavabını rəylərdə yazarsınız.